distant təhsil olacaq kənd məktəbləri. Hansı distant təhsil? Şəhərdə normal internet verə bilmirsən, şəhər məktəblərinin kompüterlə təmin edə bilmirsən, kəndə hansı internetlə qoşulacaq o distant təhsil olacaq. Dərsliklər o səviyyədədir ki, 2-ci sinif şagirdinin dərk etmək, qəbul etmək səviyyəsi var, qaydası var. Bu şagirdə sən elə material verirsən ki, 5-ci sinif şagirdi səviyyəsində verilən materialı 1-ci sinif şagirdi, 5 yaşında uşaq, 6 yaşında uşaq hansı səviyyədə qavrayacaq? Sizlər o vəziyyət. Dərsliklərdə materialların hamısı bir-birini təşkil edir. 10 dərs bundan əvvəl uşaq oxuyur ki, falan yerdə falan xalq falan qəhrəmanlıq eləyir. 10 dərsdən sonra məlum olur ki, heç orada xalq olmayıb. Yaxud 6-cı sinifdə oxuduğunu 10-cu sinifdə təşkil edir. Ümumiyyətlə bizdə fikirləşirik ki, nə qədər çətin olsa o qədər. İndi bir gün məndən bir nəfər soruşur ki, 1-ci sinifdə deyir bizim uşaq 1-ci sinifdə imtahana çıxır. Deyirəm, 1-ci sinifin nə imtahanı? Başıma deyirəm, 1-ci sinif elə heç BSG yoxdur, böyük summativ qiymətləndirmə zadı yoxdur. Bunlar nə imtahan edirlər? Budur, bu təhsil keyfiyyəti, bu motivasiyadır, qatır çatma, nə motivasiyası olacaq? Şamaxının müəllimləri Sumqayıtdan gedirlər, maşın tutublar, gedirlər, gəlirlər, deyib dərs deyib gəlirlər. Belə şey mi olur? Niyə o müəllim orada qalmır? Demək, motivasiya yoxdur. Onlar da can dərdi gedirlər ki, haçansa yer dəyişmə eləyib Bakıya gələcəklər. Ona görə gedirlər, yoxsa getməzlər. Yer dəyişmə MİQ imtahanına nisbətən asan. Yaxud da ki, Bakıdan gedib Şirvanda dərs deyib qayıdıb gəlirlər. Görmüş ki, bu kənddən o kəndə müəllim gedər, qayıdar gələr. Bakıdan da Neftçaliyə müəllim gedib qayıtmaz. Yaxud Sumqayıtdan Şamaxıya gedib dərs deyib qayıtmaz. Bu da təzə çıxdı. Bu, indiki bu səriştəsiz komandanın Azərbaycan təhsilinə verdiyi ən böyük töhfə budur. Bu yenidir. Ən böyük yenilik budur. Eləyiblər ki, müəllim Şamaxıda müəllim iş tapmır. Sumqayıtdan müəllim gedib Şamaxıda maşın tutublar, 4-5 müəllim. Gedirlər Şamaxıda dərs deyib qayıdırlar. Yolda da Allah göstərmir. O qədər olur ki, budur. Bu da sənin maçın. O müəllim tezdən saat 5-də yuxudan durub, maşında mürgülü Şamaxıya gelip keçəcəyi dərsdən nə olacaqdır? Bax, onu mənə izah edin. Buyurun. Bu da sizin motivasiya dediyiniz məsələ.